Değerli kanal izləyiciləri, bildiyiniz kimi bugün 31 may 2025 tarixidir. Sabah ayın 1-də birinci və dördüncü qruplar üçün blok imtahanının birinci şans imtahanı olacaq. Məqsədim bu videoda çəkməkdə məqsədim odur ki, 30-28 yüksək yazmaq istəyən abituriyentlər biraz da bilgilərini yaxşılaşdırsınlar. Bəzi seçilmiş nisbətən çətin sual tipləri var ki, onlara da baxmaqda fayda var. Bu video təkcə abituriyentlər üçün yox, həmçinin MİQ sertifikasiyaya hazırlaşan müəllimlər üçün də faydalı olar deyə düşünürəm. Hər birinizə qarşıdan gələn imtahanda uğurlar arzulayıram. Birinci sualdan başlayaq. Yəqin ki, OTK-nın sınaqlarına gedənlər gördü ki, bu il sonuncu iki imtahanda gərilmə diaqramına aid sual düşdü. Ehtimal edirəm ki, bu sualdan biri və ya buna çox oxşar sual tipi də düşə bilər. Bərk cismin gərilmə diaqramında verilmiş mexaniki gərginliyin qiymətləri üçün uyğunluğu müəyyən etmək lazımdır. Burada görürük sigma 1, sigma 2 və sigma 3 qiymətlər verilib. Birinci sigma 1-i soruşur. Deməli, bilirik ki, Hooke qanununun başqa formada yazılışı sigma bərabərdir. Epsilon vurulsun y'dir. Sigma mexaniki gərginlikdir. Epsilondan düz asılıdır. A nöqtəsinə qədər Hooke qanunu ödənilir. A nöqtəsi isə mexaniki gərginliyin ödənildiyi, daha doğrusu Hooke qanunun ödənildiyi mexaniki gərginliyin ən böyük qiymətinə uyğun gəlir. Deməli, sigma 1-ə uyğun gəlir nə? Mütənasiblik həddi uyğun gəlir. Başqa uyğun gələn bir şey varmı? Yox. B nöqtəsi elastiklik həddi adlanır. Elastik deformasiyanın ödənildiyi mexaniki gərginliyin ən böyük qiymətidir. Sigma 2 deməli elastiklik həddidir. B variantı uyğun gəlir. Onu da qeyd edək ki, elastiklik həddindən sonraki qiymətlərdə deformasiya plastik olur. Yəni, elastik deformasiyanın ödənildiyi mexaniki gərginliyin ən böyük qiyməti B-yə uyğun gəlir. Yəni, sigma 2-yə. CD hissəsi nümunənin axmasıdır. Yükü dəyişmədikdə belə nisbi uzanma artır, mexaniki gərginlik dəyişmir. Y nöqtəsi isə nümunənin tab gətirə biləcəyi mexaniki gərginliyin ən böyük qiymətidir və ya bu möhkəmlik həddi adlanır. Deməli, D möhkəmlik həddi. Bir də nümunənin tab gətirə biləcəyi mexaniki gərginliyin ən böyük qiymətidir. Bunu da diqqət edək. Yəni, təkrar CD hissəsi nümunənin axmasına uyğun gəlir. İkinci sual. Birinci qabda ki, havanın rütubəti, nisbi rütubəti 70%-dir. Fi1. İkinci otaqdakı havanın rütubəti isə 50%-dir. Kranı açdıqdan sonra onlardakı nisbi rütubət neçə faiz olar? Deməli, burada qarışığın nisbi rütubətini tapmaq üçün Fi1 V1 üstə gəlsin Fi2 V2 bölünsün V1 üstə gələ V2 düsturundan istifadə edərik. Deməli, birincinin rütubəti 70-dir, vurulsun V-yə. Üstə gəlsin 50 vurulsun 3V bölünsün V üstə gəlsin 3V. Yuxarıda olacaq. Deməli, 150, 70, 220 və aşağıda isə 4V. İxtisarda aparsaq, qalar 55%. V-lər də ixtisar olunur. Deməli, cavab nə oldu burada? 55%. Üçüncü sual. Maye müstəviləri üzərində sürtünməsiz dirilənməyə başlayan cisimlərin müstəvilərin sonundakı sürətləri V, kinetik enerjilər YK və düşmə müddətləri arasında hansı münasibət doğrudur? Burada ən yuxarı nöqtədə potensial, tam enerji ilə potensialı bərabərdir. Ən aşağıda isə potensial sıfırdır, kinetik maksimum olur. Ona görə birinci cisim üçün yaza bilərik ki, mgh bərabərdir mv1 kvadrat bölü 2. M-ləri ixtisar edərik. V bərabərdir kök altında 2gh. İkinci cisim üçün yazsaq, deməli, kütləsi 2m-dir. 2mgh bərabərdir 2m vur v kvadrat bölünsün 2. Yenə 2m-lər ixtisar olunar. Buradan da V2-ni tapsaq, bərabər olacaq 2gh kök altında. Deməli, sürətlər bir-birinə bərabərdir. Sonra
Kinetik enerjilərini soruşur. Sürətlər eynidirsə, Y kinetik bərabərdir mv kvadratı bölü 2-dir. Deməli, kinetik enerji kütlədən düz asılıdır. Hansının kütləsi böyükdürsə, onun kinetiki böyük olacaq. Deməli, burada yaza bilərik ki, YK2 bərabərdir 2YK1-ə. Kütləsi 2 dəfə böyük olan ikinci cismin kinetik enerjisi birincidən çox olacaq. Deməli, 4 də doğrudur. Bir də düşmə müddətləri. Burada nədən istifadə edə bilərik? L bərabərdir və S bərabərdir. VT böl 2-dən də istifadə edə bilərik. Sürətlər eynidir, son sürətlər. 2 də sabitdir. Deməli, T ilə S necə asılıdır? Düz asılıdır. Hansı çox yol gedibsə, onun hərəkətə sərf etdiyi zaman da həmin dəfə çox olacaq. Yəni, 1, 4, 6 olacaq doğru cavab. Növbəti sual. Ampermetrin göstərişinin dəyişən cəryan periyodunun asılı qrafiki hansıdır? Deməli, dəyişən cəryan dövrəsinə qoşulub kondensatorla rezistor, yəni aktiv müqavimət bizə I lazımdır. Yəni, cəryan şiddətinin amplitudu bərabərdir UM bölünsün Z. Z burada dəyişən cəryan dövrəsində tam müqavimətdir. Yerinə yazarıq X S-nin kvadratı plus R-in kvadratı. X-ə də bildiyimiz kimi 1 böl omega S-dir, tutum müqaviməti adlanır və ya T bölünsün 2 pi S. Deməli, bunu da nəzərə alsaq, UM bölünsün T kvadrat bölünsün 4 pi kvadratı S kvadrat. Üstə gəlsin R-in kvadratı. UM sabitdir, R sabitdir. Deməli, T artanda məxrəc artacaq və IM azalır. Deməli, burada A variantı ilə Y-yə baxırıq. T 0 olsa, məxrəc müəyyən minimal qiymətə malik olur. Onda cəryan maksimum olur. Yəni, T 0 olsa, deyək ki, sabit cəryan keçsə, deyə bilərikmi? Kondensatordan onda cəryan keçməz. Nəsə, T 0 olan halda, deməli, I 0 deyək buna, UM bölünsün R olacaq. Yəni, bu özünün maksimal qiymətini alacaq. Doğru cavab A. 5-ci sual. OX oxu boyunca hərəkət edən cismi koordinatın zamanası qrafiki vermişdir. Hərəkət müddətində cismin sürətinin və tərcih istiqaməti necə dəyişmişdir soruşur. Deməli, buradan VT-yə də keçə bilərik. Əvvəlcə cisim necə hərəkət edir? X oxu istiqamətində bərabər yavaşlayan. T1 anında cisim dayanır. Sonra T1-dən T2-yə qədər sükunət, deməli, ox istiqamətində yeyinləşir. Demək, qrafiki hissə çəkmişik. Ox istiqamətində yeyinləşir. Deməli, fərz edək ki, koordinat başlanğıc sürət 0-dır. Əvvəl bərabər yeyinləşir, hansı ki bu hissədə. Burada sürətdə müsbətdir, deyək, varsa əgər, yoxsa da başlanğıc sürət 0-dır. Təcil müsbətdir. Sonra isə yenə sürət müsbət, təcil mənfidir. Sonra oxun əksinə hərəkət edəcək. Başlanğıc sürət 0-da olsa, oxun əksinə hərəkət edib, bunu mənfi ilə götürürəm. Təcildə mənfi. Belə bir qrafik alınır. Bilirik ki, VT qrafikində qrafik zaman oxunu neçə dəfə kəsib keçirsə, həmin dəfə hərəkət istiqamətini dəyişir. Deməli, sürət bir dəfə istiqaməti dəyişər. Təcil üçün də əvvəlcə təcil müsbət idi. Təcil müsbət idi, sonra isə təcil mənfidir. Deməli, bir dəfə müsbət, bir dəfə də mənfi olub. O da bir dəfə istiqamətini dəyişib. Doğru cavab A olacaq. 6-cı sualda çevrə üzrə bərabər sürətli hərəkətə aiddir. Cisim çevrə üzrə hərəkətdə A nöqtəsindən B nöqtəsinə gəlib 0,5 saniyə ərzində xətti sürətini hesablayın.
Xətti sürət V bərabərdir 2 pi r bölünsün T'dir. Burada 60 dərəcə dönüb. Deməli 60 dərəcə dönməsi üçün sərf etdiyi zaman 0.5 saniyədirsə, 360 dərəcə dönməsinə sərf olunan zaman periyoda bərabərdir. O da deməli 6 dəfə çox olacaq. 3 saniyə eləyər. Yerinə qoyaq qiymətləri. 2 vur 3 vurulsun R 5 metrdir. Bölünsün T 3 saniyədir. İxtisara aparsaq qalar 10 metr bölünsün saniyə. Doğru cavab B. 7. Sükunət vəziyyətindən bərabər yeyinləşən hərəkətə başlayan cisim müəyyən yer dəyişmə edənə qədər aldığı sürətin ona təsirin qüvvədən asılı qrafiki hansıdır? Soruşulur. V0 sıfırdır. Onda V bərabərdir. Kök altında 2AS-dən istifadə edərik. Çünki yer dəyişmənin müəyyən qiymətinə qədərdir. A da bərabərdir. F bölünsün M. Gətirib yerinə qoyaq. 2F böl M vur S. Deməli, burada sürət qüvvədən kök altında düz asılı olar. Növbəti sualımız 8. Deməli, bir yükünün çəkisi P-dir. İpin gərilmə qüvvəsini bizdən soruşurlar. Burada momentlər qaydasından istifadə edərik. Bir yükünün qolu 2 bölgüdür. 2 yükünün qolu isə 1 bölgüdür. Momentlərin bərabərindən istifadə etsək, P2 bərabərdir 2P-yə. Deməli, bu ikinci cismin çəkisi oldu 2P. Birinci cismin çəkisi P. Onda yuxarıdakı ipin gəlməsi neçə olacaq? Deməli, 3P. Yenə 3P-nin qolunun 1 olduğunu tapırıq. Üçüncü çəkisi, 3 cisminin qolu 2-dir. Yenə momentlər qaydasını yazsaq, onda olacaq nə? 2 vurulsun P3, yəni 3 cisminin çəkisi bərabərdir 1 vurulsun 3P2. Yəni üstdən 3P2 yox, 3P. Çünki 2 buradakı qolu göstərdi. Deməli, buradan da P3-ü tapsaq, eləyər 1.5P. Bizdən gərilməni soruşur. Ən yuxarıdakı ipin gəlməsinə səbəb olan qüvvələrin biri P3-dür, yəni 1.5P-dir. Digəri isə 3P-dir. Cavab olacaq 4.5P. Cavab D. 9. Müstəvi hava kondensatorlar bataryası yüklənərək cəryan mənbəyindən ayrılmışdır. 1-2 kondensator yükləyib mənbədən ayırdıqda yük sabit qalır. Sonra nə ediblər? C1 kondensatorun lövhəsi arasındakı məsafəni artırıblar. C1 də bərabərdir epsilon 0S bölünsün D1. D1'i artırıblar 1.2 dəfə. Onda C1 1.2 dəfə azalar. Birincinin enerjisi üçün yazmaq olar. Q kvadratı bölünsün 2C1. C1 necə dəyişdi? 1.2 dəfə azaldı. Onda onun enerjisi 1.2 dəfə artacaq. İkincidə isə Q kvadratı böl 2C2'dir. Burada heç bir dəyişiklik olmur. Deməli, birincisi 1.2 dəfə artar. İkinci kondensatorun enerjisi isə dəyişməz. Doğru cavab A. 10. Eyni sabit əvəzləyici qüvvənin təsiri ilə müxtəlif cisimlər sükunət vəziyyətindən hərəkətə başlayır. Bərabər yer dəyişmələr etdikdə onların aldığı sürətin kütlədən asılı qrafikini soruşur. Əvvəlki sualda da var idi. V bərabərdir kök altında 2AS. A-nın əvəzinə F böl M yazacağım. Vur S. Deməli, M-dən necə asılı olacaq? Tərs asılı olacaq kök altında. 11. PV diaqramda verilmiş kütləlikdə qaz üzərində gedən prosesin qrafiki təsvir edilib. A nöqtəsində daxili enerji U0-dır, sıxlığı ρ0-dır. Demək, bu kəmiyyətlərin B nöqtəsinə uyğun qiymətləri nəyə bərabərdir? Bilirik ki, daxili enerjinin düsturlarından biri də 2-də 3 PV-dir. Deməli, A nöqtəsində bu hasil, yəni
UA yazaq buna veya U0'dır. Bərabərdir 2-də 3 P0 V0. B nöqtəsində isə 2-də 3 artıq burada P 3P0'a bərabərdir. Həcm də 3V0'a bərabərdir. Bu da bərabər olacaq 9 vurulsun 2-də 3 P0 V0. P0 V0 vurulsun 2-də 3 elə U0 olduğuna görə daxili necə olacaq? 9 U0, yəni 9 dəfə artır. Sıxlıq da bilirik ki, kütlə sabitdir. M V-dən tərs asıdır. A-dan B-yə keçəndə V 3 dəfə artdığına görə sıxlıq 3 dəfə azalıb. Yəni rho 0 böl 3 olub. Daxili enerji 9 dəfə artıb, sıxlıq 3 dəfə azalır. 12. Sürtünməsiz hərəkət edə bilən arakəsmə ilə ayrılmış sindik qabda eyni temperaturlu helyum və arqon qazları var. Qazların maddə miqdarları, molekulların orta kinetik enerjiləri və orta kvadratik sürətləri üçün hansı ifadələr doğrudur? Birinci baxaq, bizdən nəyə soruşur? Maddə miqdarı. Onda Mendeleyev Klaperon tənliyindən istifadə eləmək olar. PV bərabərdir nÜ/T. Şərtə görə T sabitdir, R onsuz da sabitdir, universal qaz sabitidir. Burada dəyərli yoldaşlar, P də sabitdir. Əgər bu porşen hərəkət eləmirsə, hər tərəfdə ona göstərilən təzyiqlər, təzyiq qüvvələri eynidir. Sahə eyni, təzyiqlər də eyni olmalıdır ki, təzyiq qüvvələri eyni olsun. Deməli, P də sabitdir. V ilə nÜ necə asılıdır? Düz asılıdır. Hansının deməli həcmi çoxdursa, ikincinin həcmi çoxdur, düzdürmü? Onda nə olacaq? nÜ2 böyükdür nÜ1-dən. Deməli, 2 doğru cavabdır. Sonra bizdən soruşur orta kinetik enerjini. YK 2-də 3 KT-dir. Temperatur sabitdirsə, kinetik enerjilər də eyni olacaq. Qaldı orta kvadratik sürət. O da bərabər V bərabər kök altında 3 RT bölünsün molyar kütlə M. Deməli, orta kvadratik sürət molyar kütlədən tərs asılıdır. Helyumun molyar kütləsi arqondan az olduğuna görə onun sürəti daha böyük olacaq. Deməli, V1 böyükdür, V2 olacaq. Doğru cavab 2, 3, 6. 13. Yerin süni peykinin dairəvi orbit üzrə hərəkət təcili sərbəst üşümə təcilindən yer səthindəki qiymətindən 16 dəfə kiçikdir. Peykinin orbit üzrə hərəkət sürətini km/saniyə ilə hesablayın. Yer səthi yaxınlığında nə qədərdir? 8. Deməli, yer səthindən nə qədər hündürlükdə təcil, yəni qravitə sahəsinin intensivliyi və sərbəst üşümə təcili 16 dəfə az olar. J bərabərdir J0 bölünsün 1 plus deyək ki H böl R'in kvadratı. Düzdürmü? Deməli, 16 dəfə azalıbsa, məxrəcdə neçə olmalıdır? 4 olmalıdır. Baxın, burada J0 böl 16 olsun da, 16 dəfə azalmalıdır. Onda deyə bilərik ki, 1 plus H böl R'in mötərizə kvadratı olmalıdır 16-ya bərabər. Onda mötərizənin özü olacaq 4. Bu zamanda H bərabər olar 3R. Yəni yer səthindən yerin radiusunun 3 mislinə bərabər hündürlükdə J 16 dəfə azalır. Sonra kosmik sürət üçün də bilirik ki, V bərabərdir, yəni yer səthi yaxınlığında Jm böl R, bu da bərabərdir 8-ə. H hündürlükdə isə VH Jm bölünsün R plus H-a bərabərdir kök altında. R plus H-ımız bizdə olacaq neçə? Deməli, R üstəgəl 3R. Bu edir 4R. Buradan da çıxar 2. 2-də 1 Jm bölünsün R. Jm böl R 8-dir. 8-i də 2-yə böləndə alınar 4. Deməli, 4 kilometr bölünsün saniyə. Əgər aydın olmadısa, videonu saxlayıb yavaş-yavaş baxa bilərsiniz. 14-cü sual, bu tip sual da OTK-da düşmüşdü. Dəqiq yadımda deyil, bəlkə də eynisi idi.
Deməli, birinci elektrik sahəsinə daxil olan iki zərrəcikin potensial enerjisinin onun keçdiyi potensial fərqindən asılı qrafiki vermişdir. Bu zərrəcik sahəyə hansı zərrəcikdir və necə daxil olur, ona baxmaq lazımdır. Buradan görürük ki, potensial enerji 40 elektron volt artıb. Amma keçdiyi potensial fərqi nə qədərdir? 20 volt. Deməli, bizə yük lazımdır da. Onda və potensial enerji artıbsa, ya demişdik ki, müsbət yük müsbət tərəfə hərəkət edib, ya da ki, mənfi yük intensivlik istiqamətində hərəkət edib. Düzdürmü? Deməli, buradan potensial enerji artıbsa və gördüyünüz kimi bunlar görülən iş nəyə bərabərdir burada? A bərabərdir, mənfi delta Y potensial olacaq da. Potensial enerjinin dəyişməsi nə qədər oldu? 40 elektron volt artıb. Qabağına mənfi 40 yazıram. Deməli, bu 40 elektron volt artıbsa, iş mənfi olub. İş mənfi olub. Bir dəqiqə düzlüyü kimi baxaq. Potensial enerji artıbsa, iş mənfi olmalıdır da. Bəli, mənfi 40. Onu da yerinə nə yazmaq olar? Mənfi 40 yazdıq. Bu da nə deməkdir? Q vurulsun U deməkdir. U potensiallar fərqidir. Deməli, burada iş mənfidirsə və nə qədərdir deməli gərginliyimiz 20 volt. Yerinə qoyaq. Q vurulsun 20 volt. Buradan da Q-nü taparıq. Q bərabərdir. Q alfa bərabər 2Y olacaq. Deməli, bu alfa zərrəcikdir. Və necə hərəkət edəcək? Elektrik sahəsinin qüvvə xətlərinin əksinə. Bilməm, cümləni düzgün qurduq yoxsa yox. Bir daha təkrar edirəm. Burada potensial enerji artıbsa, mənfi iş görülür. Həmçinin kinetik enerji də azalır. Deməli, burada tapdıq ki, yük 2Y'dir. Bu alfa zərrəciyin yüküdür. Deməli, alfa zərrəcik müsbət yükdür və müsbət tərəfə, yəni intensivlik xətlərinin əksi istiqamətində hərəkət edir. Ona təsir edən qüvvə hərəkətin əksinədir və mənfi iş görülür. Növbəti sual, A1 ampermetrin göstərişi 3 amperdir. A1-in göstərişi 3 amperdir. Deyir ki, A2 ampermetrin göstərişi 6-dır. Bizdən A3-ü soruşur. Gərginlik sabitdir. Deməli, burada nə eləmək olar? Tutaq ki, başqa nə verib bizə? 6 amper. R-lər verib. Gərginliklər eynidirsə, onda yaza bilərik ki, məsələn, ən yuxarıda U bərabərdir. R1 vurulsun 3. İkinci üçün yazarıq. R2 vur. Deməli 6. Üçüncü üçün yazarıq. U bərabərdir. I vurulsun. I3 deyək buna da. I3 vurulsun. R1 üstə gəlsin. R2. I3'ü də tapandan sonra cəryanları toplayacaq. Olacaq, deməli, I3 deyil də bura. Nəsə bir fərqləndirmək üçün şeylər görsənmir. I0 olsun. Fərqləndirək I0. Deməli, R1 R2-nin əvəzinə gətirib buradan yaza bilərik ki, U bərabərdir. I0 vurulsun. R1'in əvəzinə yazaram. U bölünsün 3. Üstə gəlsin. U bölünsün 6. Bu da I0 vurulsun. Deməli, nə olacaq burada? Ortaq məxrəc 6, 2, 3. 3 U.
Buradan da uları ixtisar edə bilərik. Burada qaldı 1. 3 dənə I0-ın 6-dırsa, I0 neçə olacaq? 2 amper. Aşağıda oldu 2 amper. I3 bunların 3-ün cəmidir. 3, 6, 2. 9, 11 amper olar. Bəzən sualın həllində ilk həll yolu ağla gəlməyən də uzun olur. Belə şeylər olar. 16. Disk mərkəzindən keçən və disk müstəvisinə perpendikular olan O1, O2 axı ətrafına sabit omega bərabərdir 10 radian bölü saniyə sürətlə fırladılır. Bucaq sürəti ilə uzunluğu 50 sm olan ipin bir ucu diskin mərkəzinə birləşdirilmiş, digər ucuna isə yük bağlanıb. Cisim diskə nəzərən sükunətdə qalasa ipin gəlməsini tapın. Burada F mərkəzə qaçma qüvvəsini göstərmək olar. O da qiymətcə nəyə bərabər olacaq? Səthi gəlmə qüvvəsinə. T bərabərdir F mərkəzdən qaçma. O da bərabərdir M-aya. M vurulsun omega kvadratı R. M 300 qramdır, 0.3 kilogram. Omega 10'dur, kvadratı 100. R də 0.5'dir. Sıfırları apararıq. Bu da getdi, qalacaq 15 Newton. 17. Mayenin daxilində üzən kub formalı tircin üst üzünə mayenin göstərdiyi hidrostatik təzyiq qüvvəsi 6 Newtondur. F1 deyək buna. F1 bərabər 6 Newton. Deməli, bizdən də Arximed qüvvəsini soruşur. F Arximed də bərabərdir təzyiq qüvvələrinin fərqinə, yəni F2 çıx F1-ə. Deməli, yuxarıdan aşağı baxsaq 3 bölgü var burada. 3 bölgüdə, yəni 6 Newtondursa, tircinin altına qədər olan dərinlik nə qədərdir? 5 dənə. Demək, hər bölgəyə 2 düşür. 2 Newton, 4 Newton, 6, 8, 10. Deməli, F2 neçə Newtondur? 10 Newton. Bunların fərqi də 10 çıxılsın 6 bərabərdir 4 Newton olar. C variantı. 18. Tircik üzərində cisim A, B, C, D trayektoriyası üzrə hərəkət etdirilir. Sürtünmə qüvvəsinin gördüyü iş AB hissəsində A sürtünmə, ağırlıq qüvvəsinin gördüyü iş deməli A olarsa, bütün trayektor üzrə hərəkət zamanı işlər nəyə bərabər olar? İşlərin modulunu tapacaq burada. Deməli, əvvəlcə ağırlıq qüvvəsinin gördüyü işə baxaq. Ağırlıq qüvvəsinin gördüyü iş cismin trayektoriyasının formasından asılı deyil, başlanğıc və son hündürlükləri fərqindən asılıdır. Birinci hissədə hərəkətlə ağırlıq qüvvəsi kör bucaq əmələ gətirir. Görülən iş olacaq burada cisim yuxarı qalxdığına görə mənfi A. BC hissəsində üfüqi səth üzrə hərəkət edildiyinə görə ağırlıq qüvvəsinin gördüyü iş 0. CD-də isə müsbət iş görəcək. Bu zaman yekun iş 0-a bərabərdir. Sonra AB hissəsində sürtünmə qüvvəsinə baxsaq, F sürtünmə qüvvəsinin gördüyü işə baxacaq daha doğrusu. F sürtünmə 1 deyək buna. Bərabərdir mü mg sürtünmə kosinus 60 dərəcə. O da bərabərdir mü mg bölünsün 2-yə. İkinci hissədə, yəni BC hissəsində sürtünmə qüvvəsi mü mg olacaq. Üçüncü hissədə də yenə bucaq eynidir. Mü mg kosinus 60, yəni o da bərabərdir mü mg bölünsün 2-yə. Diqqət etsək, gedilən yollar bərabərdir. L, L, L. Deməli, sürtünmə qüvvəsi həmişə hərəkətin əksinədir. Mü mg böl 2 vur L. Burada görülən iş A sürtünməyə bərabərdir. İkincidə, burada qarşısında yazmayayım. Çünki qüvvə bərabərdir yazmışam. Həm də işə bərabərdir yazmayaq. Deməli, birinci halda sürtünmə qüvvəsinin gördüyü iş mü mg böl 2 vur L-dir. O da bərabərdir A sürtünməyə.
Deməli, birinci hissədə gördüyü iş olacaq mənfi A sürtünmə. İkinci hissədə müMJ olduğuna görə olacaq müMJ vur L. Bu da 2 dəfə çox olacaq. 2A sürtünmə. Əslində burada hamısını görüş mənfidir sürtünmələrin. Üçüncüdə də həmçinin olacaq nə? müMJ bölü 2 vur L. Yenə də A sürtünməyə bərabər olacaq. Deməli, bunların əvvəlcə mənfi ilə toplayaq. Mənfi 4A edir. Bizdən də yəqin ki, modulunu soruşur. Çünki burada mənfilərini verməyiblər. Ağırlıq qüvvəsinin gördüyü iş 0, sürtünmənin gördüyü iş isə 4A sürtünmə olur. Doğru cavab A. 19. Q bərabər 2 mikrokulon nöqtəvi yükü intensivlik modulu 50 volt bölü metr olan birinci elektrik sahəsində ABC trayektoriyası üzrə bərabər sürətlə hərəkət etdirilir. AB və BC hissələrində elektrik sahəsinin görüşləri hesablayın və koordinat oxu üzərində qiymətləri göstərməklə elektrik sahəsinin işinin zamanası qrafikini çəkin. Deməli, müsbət Q yükü hərəkət edir A-dan B-yə. Buna təsir edən qüvvə də həmin istiqamətdə yönəlir. Çünki intensivlik xətləri istiqamətində olur müsbət yükə təsir edən qüvvə. Əvvəlcə onu hesablaya bilərik. AB bərabərdir. QY vurulsun məsafə AB. Q 2 10 üstü mənfi 6'dır. Y 50'dir. AB də məsafə AB verilib şərtdə 30 santimdir. O da 0.3 olur. 2'ni vursaq 50'yə 100. 100'ü 0.3'ə vursaq 30. Bu da ilə 30 10 üstü mənfi 6 joule. Yəni 30 mikrojoule. Bərabər sürətli hərəkət olduğuna görə iş S-dən düz asılıdır, S də T-dən düz asılıdır. Deməli, 0-dan T1-ə qədər bərabər sürətli hərəkətdə görülən iş olub 30 mikrojoule. Sonra isə BC hissəsində isə BC-də hərəkətlə qüvvə bir-birinə perpendikulyar olduğuna görə görülən iş 0 olur. Deməli, T1, T2 aralığında görülən iş 0-dır. Gəldi 20-ci suala. Yaşlı və qırmızı işıq şüaların vakuum və su təbəqələrindən keçmə müddətləri arasında hansı münasibət doğrudur? Bilir ki, bütün bütün rəngli şüalar vakuumda eyni sürətlə yayılırlar, S sürəti ilə. Məsafələr eyni, sürətlər eyni olduğuna görə vakuumda yayılma müddətləri eyni olur. Vakuumda deməli nə olacaq? T yaşılla T qırmızı bir-birinə bərabər olur. Sonra qırmızı və yaşıl şüaların suda, sınırlı əmsal N olan mühitdəki sürətləri isə V-yə bərabər olur. Hansının sürəti daha böyük idi? Qırmızının. Deməli, qırmızının sürəti böyük olduğuna görə maddədə yayılma sürəti, o həmin məsafəni tez keçər, yəni zamanı daha az olacaq. Mühitdə isə, yəni suda, qırmızının sürəti böyük olduğuna görə T-si kiçik olacaq. O da T yaşıl daha gec keçər, çünki sürəti azdır. T yaşıl böyükdür, T qırmızı. Bunları seçməliyik. Vakuumda bərabər olmalıdırlar. Üçüncü bu olmaz. Deməli C deyil. Sonra T yaşıl böyükdür, T qırmızı. Doğru cavab B olacaq. 21. Sabit gəlir mənbəyinə qoşulmuş reostatın sürgü qolunu bir vəziyyətindən 2 vəziyyətinə gətirdikdə ampermetrin göstərişi 2-dən 5-ə qədər artıb, mənbəyin gərginliyini voltlarla hesablayın. Deyək ki, bu ümumi reostatın ümumi müqavimətinə bir deyək ki, R0 olsun. Fərqləndirmək üçün R-lə. Əvvəlcə sürgü qolu hardadır? 1-in üzərində. Deməli, bu bütöv müqavimətin hansı hissəsindən cəryan keçir? 4-də 3 hissəsindən. Onu da yaza bilərəm. U bərabərdir.
i vurulsun, hətta i1 yazaq, açar bir vəziyyətində olanda r üstə gəlinsin, yəni 10 müqamətlik rezistorun müqaməti. Burada da 4də 3-dən keçirsə, onda yazaram 3R0 bölünsün 4. Açarı da sürgünü 2 vəziyyətinə gətirəndə yenə gərginlik dəyişmir. Ümumi gərginlik sabitdir. Onda yazaram i2 vurulsun, r üstə gəlsin. Artıq bunun aktiv hissəsi R0 bölünsün 4 olacaq. Bunlar bərabərdir. Yəni, indi buradan biz R0'ı tapmağa çalışaq. Onda hər ikisinin sol tərəfi bərabərdirsə, bu ifadələr bir-birinə bərabər olmalıdır. Demək, i1 2 amperdir. 2 vurulsun. R'in qiyməti 10'dur. Üstə gəl 3R0 bölünsün 4 bərabərdir. 5 vurulsun. 10 üstə gəlsin. R0 böl 4. Bunları gen vurup açıp sadələşdirək. 20 üstə gəlsin. Deməli 2 ilə 4 getdi. 1/5 R0 bərabərdir. 5 10'a 50. Bu üstə olar. 5 bölünsün 4. Deməli 1/25 R0. Buradan gəlin biz R0'ları tapaq. 1/5'dən 1/25 çıxanda nə qalır? Elə 1/25 R0. 20'ni də sağ tərəfə keçirsəm qalacaq 30. 50 çıx 20. Düz hesabladıq mı? Yox, 1/5'dən 1/25 çıxanda 0/25 qalar. 0/25. Yəni bu 4də 1 deməkdir. R0 neçə olacaq onda? 4 vurulsun 30. Eləyərdi 120. 10. Şimdi bunu gətirib hər hansı birində yerinə qoymaq olar. Məsələn, burada yerinə qoyaq. U bərabərdir. i2 5 idi. 5 vurulsun. R 10'dur. Üstə gəlsin. 120 bölünsün 4. 120'ni 4'e böləndə 30. Üstə gəl 10. 40. 40'ı da 5'e vuranda 200 volt olar. Burada cevap oldu 200 volt. Geldi 22. suala. Metal kürəli üfüqi dielektrik səth üzərində eyni sürətlə hərəkət edir. Sürətləri bərabərdir. Onları əks işarəli yüklər verdikdən sonra necə hərəkət edirlər? Məsələn, birindən müsbət deyək, digərindən mənfi deyək. Demək, bunlar bir-birini cəzb edəcək, qarşılıqlı cəzb edirlər. Birinciyə təsir edən qüvvə hansı tərəfə yönəldir? Sağa. İkinci də birinci tərəfindən cəzb olunur. Buna da təsir edən qüvvə oldu. Sol tərəfə. Birinci zərərcə baxaq. V ilə F eyni istiqamətdədir. Deməli, 1 yeyinləşməlidir. 2 isə sürətlə qüvvə əksdirsə yavaşlayır. Amma arxadan gələn deyək ki, mənfidir, qabaqdakı müsbətdir. Bunlar bir-birini cəzb edirlər. Bir-birini cəzb etdiklərinə görə deməli nə olacaq? A F-dən düzdür. F də məsafənin kvadratından təsdir. Bunlar bir-birini cəzb edirlər. Məsafə azalır, təcil artır. Artan təcillə yeyinləşən hərəkət edir birinci. İkincisi isə artan təcillə yavaşlayan hərəkət edir. Deməli, 1 artan təcillə yeyinləşən, 2 artan təcillə yavaşlayan. Doğru cavab D. A nöqtəsində kübik yükünün yaratdığı intensivlik Y-dir. Bu nöqtədə yekun elektrik sahəsinin intensivliyi nə qədər olur? Deməli, bilirik ki, Y bərabərdir. Hətta birinci üçün yazdım. Y bərabərdir. KQ bölünsün modulca. Bölünsün. Məsafə 2 bölgüdür. Buna da deyək bir 4R'in kvadratı. O da bərabərdir Y. Bu şərtdə verilib. İkinci üçün tapsaq nə olar? Y2 bərabərdir. K vurulsun 2Q bölünsün. Bir dənə məsafə bölgü var. R kvadratı. Onda KQ böl R kvadratı. KQ böl R kvadratı 4Y'dirsə 2KQ bölünsün R kvadratı.
K2 böl R kvadrat 4y-dirsə, 2 vur 4 neçə eləyər? 8y eləyər. Bunlar bir-birinin əksinə yönəl baxır. Y1 ilə Y2. Y2 neçə olacaq? 8 ilə 1y-nin fərqi. Yəni 7y olacaq. 24. Kütləsi 8 olan K cismi mayenin səthində tarazlıqdadır. Bu neçə 2V hissəsi batıb, digərində isə 3V hissəsi batıb. 3V qədər batıb daha doğrusu. Cisim üzlüyünə görə birinci hal üçün yazıram. F Arximed 1 bərabərdir MK vurulsun J, yəni ağırlığına. Həmçinin yaza bilərik buradan. Birinci hal üçün Rho maye J vur 2V. MK nə qədərdir? 8. Bu da oldu 80 Newton. İkinci şəklə baxsaq, buradan elə hər tərəfini 2-yə bölək məncə. Onda Rho maye JV bərabərdir 40-a. Bizə lazım olacaq. İkinci halda Arximed qüvvəsi Rho maye J vurulsun 3V. Tamamilə mayenin içindədir. Bərabərdir MX üstə gəlsin MK. Hər ikisinə təsir edən ağırlıq qüvvələrinin cəmi. J'ləri apardıq. Bir dənə Rho maye J V 40-dırsa 3 dənəsi nə olacaq onda? 3 vurulsun deməli 40. Üç vurulsun 40. Düz yazdıq mı? Deməli 2 Rho maye JV 80-dirsə bir dənəsi 40 olacaq. Rho maye JV. Deməli bu da bərabərdir. MX neçədir? MX. Bilmirik. Deməli birincidə nə yazmışdıq? Rho maye J 2V bərabərdir 80-ə. Əla. Sonra 3 J-ni hələlik saxlayaq onda qısa eləmədən. Rho maye 3 JV-dir. Bunu da yerinə yazmaq olar 120. Sonra MX üstə gəlsin MK 8-dir. Vurulsun J 10-dur da. Sıfırları apararıq. 8-in üstünə neçə gəlməliyəm? 12 olsun. Təbii ki olacaq 4 kiloqram. MX bərabərdir 4 kiloqram. B variantı. 25. Bu da belə suala düşə bilər. Buna da diqqət edin. Görürük ki, təcilin dartı qüvvəsinin asılı qrafiki verilib. Dartı qüvvəsi 10 Newton çatana qədər bu hərəkət eləməyib. Deməli 10 Newtondan sonra hərəkətə başlayırsa, sürtünmə sükunətin maksimalına bərabər olub. O da neçə Newtondur? 10 Newton. Sonra 30 Newton dartı qüvvəsi olanda təcil olub neçə? 4. Qüvvə də 10-dan 30-a qədər dəyişib. Onda yazmaq olar 20 bərabərdir M vurulsun 4-ə. Buradan kütləni taparıq. 20 böl 4, 5 kiloqram. Sonra gördüyünüz kimi cisim hərəkət edir və təcili artır. Onda yazmaq olar. Bizə A nöqtəsinə uyğun təcili soruşur da. M vurulsun A bərabərdir. A nöqtəsinə uyğun dartı 40-dır. F dartı çıx, F sürtünmədir. M tapmışıq 5-dir. Vur AA. F dartı 40-dır. Çıxılsın sürtünmə neçəydir? 10. 5 AA bərabərdir 30-dursa, onda AA neçə olacaq? 6 metr bölü saniyə kvadrat. Doğru cavab D. Gəldik növbəti suala 26. Bərabər təcili hərəkət edən cismin yer dəyişməsinin zamanı hansı qrafiki verilib? Bu cismin təcili modunu tapın. Bərabər təcili hərəkətdir. Ya yeyinləşib, ya da yavaşlayıb. Baxaq, yeyinləşir yoxsa yavaşlayır. Burada görürük ki, 1 saniyədə 6 metr gedib, sonraki 1 saniyədə 14 gedib, sonraki 1 saniyədə 24 gedib. Deməli, bu bərabər yeyinləşir. S bərabərdir V0T üstə gəlsin AT kvadrat bölü 2 yazırıq. Birinci üçün S1 6-dır, bərabərdir V0 vurulsun
zaman 1'dir. Üstə gəlsin A bölü 2 1'in kvadratı. İkinci hal üçün gedilən yol 14 bərabərdir. V0 vur 2 üstə gəl A bölü 2 vurulsun 2'nin kvadratı 4. İkinci bərabərliyin hər tərəfini 2'yə bölərik. Yuxarıda da nə qaldı? V0 üstə gəl A bölü 2 6'dır. Aşağıda nə yazacaq? 2'ye bölsək V0 üstə gəlsin A. Bu 4 bölü 2 var idi onsuz da. Onu da 2'ye böləcəyik. A. Burada da neçə qalar? Deməli 7. Bunlar tərəf-tərəfə çıxsaq V0'lar gedər. A bölü 2 bərabər 7 çıx 6 yəni 1. Onda A bərabər olacaq 2 metr bölü saniyə kvadrat. 27'də 3 qüvvənin əvəzləricisini soruşur. F1 ilə F2'nin əvəzləricisi F3'ü verir. Bir də özü də var. Onda 2 dənə F3 olacaq. Əvvəlcə F3'ü tapaq. Yəni 1 ilə 2'nin əvəzləricisi 8'in kvadratı üstə gəl 8'in kvadratı 64 64 128 edir. Bunu da yazmaq olar 64 vur 2 kimi. Bu da eləyər 8 kök 2. Onda ümumi əvəzləyicini tapanda F1 2 üstə gəlsin F3 yazırıq. 8 kök 2 üstə gəlsin 8 kök 2 bu da eləyər 16 kök 2. Doğru cavab Y. 28'də doyan buxar. Baxın şagirdlər, doyan buxardan da qəbulda bir dənə sual düşür. Ona görə buna fikir verin. 1-2 prosesində V sabitdir, P artır. V sabit, P artırsa deməli temperatur artır. Buxarın temperaturu artır 1-2'də. Sonra 1-2'də temperatur artdığına görə buxarın sıxlığı artır. N bərabərdir rho V'dir. V sabitdir. Rho artdığına görə buxarın kütləsi artar. Deməli, harada? 1-2'də. Buxarın kütləsi artar. A7. 1-3'ə baxaq. V sabitdir. Temperatur azalıb. Var mı bir variant? Var. Yəni, temperatur azalıb. B variantı. Buxarın kütləsi sabit veribdir. Sonra 1-4'ə baxırıq. 1-4'də P sabitdir. Deməli, T sabitdir. Temperatur dəyişmir. V azalırsa, temperatur sabitdirsə, deməli, burada nə baş verir? Buxarın kütləsi azalır. Burada nə yazıb? Buxarın kütləsi sabitdir. O variant burada işləmir. Növbəti sual 29. Yaşıl və bənövşə işıq şüası eyni bucaq altında hava şüa sərhədinə düşür. Sınma bucaqları və şüada yayılma sürətləri arasında hansı münasibət doğru soruşur. Bilirik ki, bənövşə ilə yaşılı müqayisə eləsək, vakuumda eyni sürətlə yayılırlar. Mühitdə isə deməli, yaşıl şüanın yayılma sürəti böyük olur. Yəni, V1 böyükdür, V2 olacaq. V1'in V2'dən böyük olduğu hallara baxırıq. Deməli, qaldı nə? A-la C. Deməli, sındırma əmsalı yaşıl rəngli şüa üçün daha böyükdür. N yaşıl böyükdür, N bənövşəyi. Düz oldu? Yoxsa əksinə? 300'lü şüşə prizmadan yadımızdaydı ki, bənövşəyi şüa çox sınırdı. Deməli, onun sındırma əmsalı böyükdür. Bənövşəyi çox sınırsa, deməli, onun qamması az olmalıdır da. Deməli, nə olacaq burada? Qamma 1 böyükdür qamma 2'dən. V1 böyükdür, qamma 1 böyükdür. V1, qamma 1 doğru cavab C. 30. AB dövrələrində təsvir olunan lampalardan hansılar közərər, yəni hansı işləyər?
Şəkil aya baxırsınız, burada sabit cərəyan mənbəyi verilib. B-də isə dəyişən cərəyan mənbəyi verilib. Sabit cərəyandan sabit cərəyan dövrəsindən kondensator keçmir. Demək, L2 işıqlanmaz. Bir işıqlanar. İkinci dövrə B dövrəsi dəyişən cərəyan mənbəyinə qoşulub. Onda bunların hamısı L2-dən başqa işləyər. Demək, 1, 3, 4. Kütləsi 10 kq və otacanın sahəsi 5 desimetr kvadratı olan bir cins kub bloklar sisteminə asılıb. Kubun dayaqla yaratdığı təzyiq hesablayın. Təzyiq də bilirsiniz ki, P bərabərdir. F təzyiq qüvvəsi bölünsün sahədir. Tərpənən və tərpənməz bloklardan istifadə olunub. Burada 20 Newton, burada 20 Newton. Bu tirciyin ağırlığı olmalıdır 100 Newton. 20-20 ilə dartılırsa, burada reaksiya və bunu dartan qüvvə neçə Newtondur? 40 Newtondur. Onda reaksiya qüvvəsi bərabərdir. 100 çıxılsın 40. 60 Newton. Onda 60 bölünsün. 5 desimetrin kvadratıdır. 5, 10 üstü mənfi 2 edər də. Yəqin ki, 1 desimetr onda 1 isə %1. Bu da 12 1200 Paskal edir. Bərabər olar 1,2 kilo Paskala. 32. Kvadratın o mərkəzində Q1 yükündən məsafədə intensivlik Y dedir. Y. Bu getdi. Q3 yükü də mənfidir. Onda özünə tərəf olacaq. Bu da olacaq Y. Həmçinin Q4-də də intensivlik özündən çıxdı. Y. Bu da özünə gəldi. Bu da oldu mənfi Y. Deməli, onda belə bir şəkil əmələ gələr. Paraqramı tamamlayaq. Burada 90 dərəcədir. Burada nə oldu? 2Y. Aşağısı da 2Y. Əvəzlərisi neçə olar? YO deyək də. Yekun. YO bərabərdir. Kök altında 2Y-nin mötərizə kvadratı üstə gəlsin. 2y-nin mötərizə kvadratı. Bu da eləyər kök altında 8y kvadrat 2 kök 2 vurulsun y olacaq. 2 kök 2y. Cavab A. Gəldik 33-cü suala. Deməli, potensial 30-dan 40-a gedibsə, deməli, intensivlik xətləri sol tərəfə yönəlibdir. Çoxdan aza olur axı. Düzdürmü? Bunlar müsbətdən başlayıb ki, intensivlik xətləri sol tərəfə olub. Birinci protondur. Proton müsbət yüklü zərrəcikdir. Ona təsir edən qüvvə necə yönəlir? Bax, bu proton gedir oxun əksinə. Düzdürmü? Deməli, buradan olacaq. Bizdən nəyi soruşur? Müsbətə gedirsə, proton müsbətdir, yavaşayan hərəkət eləyəcək və onun kinetik enerjisi azalacaq. Nə qədər? 30-dan 40-ın fərqi 10 volt, bu da yükü Y-dir, yəni Q bərabər Y-yə. 10 elektron volt kinetik enerjisi azalacaq. 10 elektron volt azalır. Onda potensial enerjisi 10 elektron volt artmalıdır. Deməli, bir protona uyğun gəldi. B ilə Y. Sonra, elektronda isə bunun əksi olacaq. Elektronda əksi olacaq. Deməli, kinetik enerjisi artacaq. Potensial enerjisi 10 elektron volt azalacaq. Deməli, burada olacaq C. Sonra alfa zərrəcik deyirsə, alfa müsbət yüklüdür və 2 qat elementar yükə malikdir. Müsbət də müsbətə getdiyinə görə kinetik enerjisi nə edir bunun? Azalar. Deməli, 20 elektron volt azalar, potensial 20 elektron volt artar. Olacaq burada AD. Növbəti sual, bu da fərqli sual tipidir. Havada 30 metr saniyə başlanğıc sürətlə şaquli istiqamətdə yuxarı atılmış 10 kg kütləli cismin maksimal qalxma hündürlüyü 40 olub.
təsir edən orta müqavimət qüvvəsini hesablayın. Cismi yuxarı atanda ağırlıq onsuz da aşağıdır. F ağırlıq. Havanın müqavimət qüvvəsi də hərəkətin əksinə olur. Onda buradan yaza bilərik ki, əvəzləyici qüvvə EMA F müqavimətlə F ağırlığın cəminə bərabərdir. Yəni bu şaquli yuxarı atılmış cism üçün Newtonun ikinci qanunun yazılmasıdır, formasıdır. Digər tərəfdən də H bərabərdir. V0 kvadratı bölünsün 2A olacaq. Deməli, buradan nə eləmək olar? Əvvəlcə A-nı tapmaq olar. A bərabərdir V0 kvadratı bölünsün 2H maksimum. V0'ın kvadratı 30 ilə atılıb 900 bölünsün 2 vur 40. Bunlar getdi 90 bölünsün 8 qaldı. F müqaviməti tapsaq, F müqavimət bərabərdir. M vurulsun. Burada olacaq A çıxılsın J. Qiymətlərin yerinə qoysaq, M 10'dur. Vurulsun. 90 böl 8 çıxılsın 10. Bunu da hesablayanda səhv eləməmişsə 12,5 Newton edir. Bunu da özünüz hesablayıb baxa bilərsiniz. 12,5 Newton. Gəldi 35-ci suala. Mailin müstəvi üzərində kütləsi 2 kiloqram olan cisim sükunətdədir. Deməli, bizdə nəyi soruşur? Reaksiya qüvvəsi 16 Newton olarsa sükunət sürtünməni hesablayın. Deməli, ağırlıq qüvvəsi mg aşağıdır. Təzyiq qüvvəsi reaksiya ilə qiymətcə bərabər, istiqamətcə əksdir. Burada olsun sükunət sürtünmə, burası da olsun F paralel. Bilirik ki, reaksiya qüvvəsi n bərabərdir, mg kosinus alfadır və qiyməti verilib 16 bərabərdir, mg yəni 20 vurulsun kosinus alfa. Kosinus alfa 16 böl 20'dir. Bu da eləyər 0,8. F sükunət sürtünmə isə F paralelə bərabər olacaq. O da bərabərdir mg sinus alfa. Kosinus alfa 0,8 ise sinüs alfa 0,6 olmalıdır. MG'si 20 vurulsun 0,6 beraber olar 12 Newton'a. Cevap 12 Newton. 36. Belə sualda düşmüşdü əvvəlki illərdə. İki üzgüçü eni 60 metre olan çayın bir sahilindən o nöqtəsindən diğer sahiline üzür. Çayın axın sürəti və üzgüçlərin suya görə sürət vektorları şəkildə göstərilib. Miqyası eynidir. Hərəsi bir bölgüdür və 1 metr saniyədir. Sahilə çatdığı nöqtədəki sürətləri soruşur. Deməli, bilirik ki, üzgüçünün bir sahildən digər sahilə çıxma müddəti çayın eni bölünsün sürətin şaquli toplananı, yəni y oxu üzrə toplananı. Burada y oxunu göstərirəm. Burada olsun x oxu. Onda bu sürət vektorlarının y oxu üzrə proyeksiyası nəyə bərabər oldu? 2 bölgəyə. Çayın eni 60'dır. 60 böl 2. 30 saniyə. Birincinin x oxu üzrə proyeksiyası -1'dir. İkinci də 0'dır. V1x bərabərdir -1'ə. V2x bərabərdir 0'a. Onda S1x birincinin ox boyunca yer dəyişməsi. Deməli, nə olacaq burada? V1x üstə gəlsin. V çayın x oxu üzrə proyeksiyası vurulsun T. V1x mənfidir. Çayın da sürət vektoru 2 bölgüdür. Yerinə qoysaq və deməli, burada da olacaq neçə? 2 çıx 1 olacaq da. 2 ya da -1 üstəgə 2 vurulsun T. Bu da elədir 1T. T'ni də tapmışıq 30'dur. S2x bərabərdir. V2x 0'dır. Yerdə nə qaldı?
V çayın x oxucuda proyeksiyası vurulsun T. Çayın sürət oxucuda proyeksiyası neçə idi? 2-dir. Zaman da 30. Bu da elədir 60 metr. Bunların hər ikisi x oxu boyunca hərəkət eləyib. Biri 30 metr, diğeri 60 metr. Onda S bərabərdir. S2x çıxılsın S1x olacaq. 60 çıx 30 bərabərdir 30 metr. Doğru cavab 30 metrdir. 37. Mayın müstəvinin faydaş əmsalını hansı üsulla artırmaq olar? Mayın müstəvi üfüqdə müəyyən bucaq əmələ gətirən səthdir. Onun fiyasını artırmaq üçün mən hazır düsturunu yazacağım. Çünki çıxarış versəm onsuz da bu vaxt yadınızda qalmaz. 1 bölünsün 1 üstəgəl mü kotangen sayfa. Etanı artırmaq üçün deməli nə etmək lazım? Məxrəci azaltmaq lazım. Müyünü azaltmaq, alfanı artırmaq lazım. Çünki kotanges azalan funksiyadır. Deməli, meyl bucağını artırmaq, sürtmə əmsalını isə azaltmaqla. Deməli, kütlədən isə asılı deyil. 1, 4. 38. AC naqili verib və buradan cəryan axır. Qiyməti də 0,4 amperdir. İnduksiya cəryanı isə buna qarşı axmalıdır və qiymətcə ona bərabər olmalıdır ki, ampermetrin göstərişi 0 olsun. Cəryanlar çıxılsın bir-birindən. Buna əsasən onda yazmaq olar ki, I bərabərdir I-yə. O da bərabərdir epsilon I böl R. O da bərabərdir BVL bölünsün R. Onda qiymətləri yerinə qoyaraq. Cəryan şiddəti 0,2-dir. B 0,4. V tapmalıyıq. L uzunluq 0,5 metr bölünsün. R nə qədərdir? 2. Deməli 0,4 nə ki 0,2 bu da getdi 1. Onda V bərabər olacaq 2 metr bölünsün saniyə. Naqildə cəryanın axma istiqaməti verilib sol tərəfə. Sol əlimizə yer tutaraq ki, B ovuca daxil olsun. Baş barmaq induksiya cəryanı istiqamətində. Onda 4 dərəcə açılmış, 90 dərəcə açılmış 4 barmaq naqilin hərəkətini göstərər. Deməli, 2 metr saniyə sürətlə müstəvi üzərində yuxarı doğru olacaq. Deməli, doğru cavab B. Gəldik 39-cu suala. Görürsünüz ki, burada reostatın müqaməti 0 ilə 10 arasında dəyişir. Ampermetrin göstərişinin minimal qiyməti nə zaman olar? Deməli, müqamət maksimum olanda. Onda yazıram I minimum bərabərdir U bölünsün R maksimum. Bunun üçün sürgün qolu harada olmalıdır? Burada, ən kənarda. Onda nə yazacağım? U bölünsün R üstə gəlsin. Reostatın müqamətinə bir R0 deyək. Üstə gəlsin R0. İnin minimum olması üçün məxrəc maksimum olmalıdır. Onda yazıram 1 bərabərdir. U bölünsün. U verilmibdir. U bölünsün. Deməli, müqamət bu 5-dir. Bu həmişə eynidir. Sürgü sol tərəfə gəlibsə, onda müqamət maksimumdur. 5 üstə gəlsin. 5 üstə gəlsin 10. Buradan da alınır ki, U bərabər nəyə? 15 volta. Bu 15 volt. Bizdən cəryan şiddətinin maksimal qiymətini soruşur. Cəryan maksimum olması üçün reostatın sürgü qolu gəlməlidir. Sağ tərəfə müqamət 0 olmalıdır. Onda yazırıq I max bərabərdir U bölünsün R minimum. Onların da qiymətini yerinə qoysaq 15 R də 5-dir. Bərabərdir 3 amper. Doğru cavab D. Gəldik 40-cı suala.
biraz da səbirli olun. 45 suallıq testi. Deməli, karçanı qapadıqda bircə maye sahəsində yerləşmiş AC naqilinə təsir edən amper qüvvəsi necə dəyişər? AC naqili buradadır, gördüyünüz kimi. Baxmaq lazım cərəyan necə dəyişir. Bunun üçün əvvəlcə ümumi müqaviməti taparıq. R1 deyək buna. R üstə gəlsin 0.5 R. Bu da edir 1.5 R. Sonra açarı qapayanda bu ikisi qısa qapanır. Onda R2 bərabərdir R-ə. Deməli, müqavimət necə dəyişdi burada? Əvvəl 1.5 idi, 1.5 R, sonra oldu R. Deməli, müqavimət 1.5 dəfə azalıb, 1.5 dəfə. Onda I necə dəyişib? 1.5 dəfə artıb. Bilirik ki, amper qüvvəsi cəryan şiddətindən düz asıdır. I 1.5 dəfə artıbsa, F də 1.5 dəfə artar. Doğru cavab A. 41. Bir cism maye sahəsində çevrə üzrə bərabər sürətlə hərəkət edən iki proton yükü kütləsi indi kinetik enerjisi və dövrətmə periyodu arasında hansı münasibət doğrudur? Şəkildən görürük ki, ikincinin radiusu daha böyükdür. R2 böyükdür R1-dən. Sonra R bərabərdir MV böl QB düsturuna əsasən deyə bilərik ki, V də R-dən necə asıdır? Deməli, V R-dən düz asıdır. R-i böyük olanın V-si də böyük olur. Kinetik enerji də sürətdən asılıdır axı. Y kinetik nə verir burada? Y kinetik bərabər MV kvadratı böl 2. X-də protondur, kütlələri eynidir. Hansının sürəti böyükdür demişdik burada? İkincinin. V2 böyükdür V1 olduğuna görə YK2 böyükdür YK1-ə. Sonra periyod isə T bərabərdir maqnit sahəsində 2 pm bölünsün QB-dir. O isə sürətdən asılı deyil. Kütlədən, yükdən, induksiyadan asılıdır. Yəni, T-ləri bərabər olmalıdır bunların. T1 bərabərdir T2-yə. Y2 böyükdür Y1. Doğru cavab C olacaq. Gəldik 42-ci suala. K cismi içərisində maye olan qabın dibinə bağlanıb. İpin gəlmə qüvvəsi ağırlıq qüvvəsindən 4 dəfə böyükdür. Yəni 4 mg-dir. Əvvəlcə buna təsir edən qüvvələr F amper, mg, bir də T. Yazıram onda. F1 amper bərabərdir mg üstəgəl T. mg üstəgəl T. Yəni T-nin yerinə 4 mg yazsam, eləcə 5 mg. Əvvəlcə Arximed qüvvəsi 5 mg idi. Sonra bu cisim qalxır səthə ipi kəsəndən sonra. Bizə deyir, hansı hissəsi suyun daxilində qalar. Onda F Arximed 2 bərabər olacaq mg-yə. Cismin kütləsi m-dirsə ağırlığa bərabər olacaq. Buradan da nə görürük? Arximed qüvvəsi 5 dəfə azalıb. Onda batan hissənin həcmi də 5 dəfə azalıb. 1 böl 5, 0.2 hissəsi neyər? Maye daxilində qalar. Yəni, onda 2 hissəsi bataraq üzür. 43. Bu da maraqlı sualdır. Deməli, yayın səthindən 1.8 metrinlikdən cisim buraxılır və bu cisim yayı da sıxır. Onda cismin yer dəyişməsi H plus XM olur. Onun potensial enerjisinin dəyişməsi isə mg H plus XM. O da yayı deformasiya etdirib, ona potensial enerji verib. Kx maksimal kvadratı böl 2 olacaq. Bizdən kütləni soruşur. M vurulsun 10, H üstə gəlsin XM. 1.8, 0.2. Bu eləyər 2, K 200'dür. Böl 2 vurulsun. XM'in kvadratı 4, 10 üstü mənfi 2. Deməli, buradan baxaq nələr ixtisar edə bilərik. 20 ilə buradan 20'ni apararıq. 20'ni apardıq. Sonra m bərabər olacaq. M bərabərdir.
Buradan hansını aparmışdıq? 20'ni. Bu getdi. M bərabərdir 40 bölünsün 2 20. Deməli 20 10 üstü mənfi 2. Buradan şey deyər, cavabı tapmalıyıq. 2 10 üstü mənfi 2 veya 2 10 üstü mənfi 1 edir. 100'e bölürəm 20'ni. Bu da deyər 0.2 kilogram. Gəldik 44'də. Eyni kütləli 2 yaylı rəqqasın tərnikləri verilib, rəqslərin tənliyi tam enerjiləri soruşur. Kütlə sabit olduğuna görə tam enerjinin Y tam bərabərdir mv maksimal kvadratı bölü 2 düsturundan istifadə edəcək. V1 maksimal xm1 vur omega 1'dir. xm1 birincidə 0.1 omegası 6'dır. Bu da elədir 0.6. Deməli V2m bərabərdir xm2 vur omega 2. xm2 0.2'dir. Omegası da 12'dir. Bu da eləyər 2 tam onda 4. 0.6'dan 2 onda 4'e gəlib. Deməli 4 dəfə artıb. Onda y tam da v maksimaldan kvadrat ikası daxı. 4 dəfə artıbsa 4'ün kvadratı dəfə nə olacaq? Artma olacaq. Yəni 16 dəfə tam enerji artıb. Y2 bərabərdir 16 Y1. Nəhayət gəldik 45-ci suala. Paralel naqillərdən eyni şiddətli cəryan axır. İlər eynidir. İki cəryanın naqili tərəfindən birinci cəryan naqili təsir edən qüvvənin modu F-dir. Yəni 2 biri itələyibsə sol tərəfə. Demək 1 də 2-ni sağ tərəfə itələyər. Bu nə zaman mümkündür? Cəryanlar əks olsun istiqamətcə. Demək I2 yuxarı axır. Sonra baxırıq 3-ə. 2 ilə 3-ün cəryanı eynidirsə bunlar bir-birini cəzb edirlər. Sadəcə 1 ilə 2 arasındakı məsafə adı 2 ilə 3'ün arasındakı 2 adı. Deməli burada qüvvə nə olar? 2 dəfə kiçilər. Deməli ikinci naqilə təsir edir sağ tərəfə yönəlmiş F qüvvəsi, bir də 0.5 F qüvvəsi. Cəm neçə olacaq burada? 1.5 F və sağ tərəfə yönələr. Beləliklə 45 dənə sualın izahına baxıb bilərsiniz. Məncə bunları dəyərləndirin. Həm müəllimlər, həm şagirdlər. Qismət olsa imtahanda gözəl nəticələr göstərərsiniz. Hər birinizə təşəkkür.